risk etməyən insan uğur qazana bilməz. Bu bir mənalıdır. O qədər bizneslər batırmışam. Yəni mən bu yaşımda belə bu təcrübə ilə biznes olur, qururam, amma batırıram. Nəsə əziyyət çəksən, qarşılığında mütləq bəhrəsini görürsən. Bu əziyyətin mütləq gec-tez bir cavabı olur. Hətta elə zamanlar olubdur ki, Allah Taalaya özüm isyan eləmişəm ki, ay Allah, sağ qurban olum, nə istəyirsən məndən? Bir gün hər şey versən, bir gün hər şey alasan. Yəni bu nə deməkdir? Sona qədər mübarizə aparmaq lazımdır. Təslim olmaq lazım deyil. Təslim oldunuzsa, yəni həyatınız bitdi demək olar. Mən Zəfər Məmmədov, Gəncə şəhərində doğulmuşam. Orta məktəbi Gəncə şəhərində bitirmişəm və universitetə daxil oldum. O gündən bu günə qədər də Bakı şəhərindəyim. Universitet dönəmində artıq hansısa bir bizneslə məşğul olurdum və universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidməti bitirdikdən sonra artıq iş həyatına atıldım. Əslində özümün ilk sənətim ali təhsil aldığım hüquqşünasam, ali təhsili hüquqşünasam. Amma sahə üzrə getmədim. Baxdım, gördüm o sahədə mənə görə bir neqativlik var. Bir qısa bir müddət məhkəmələrə təcrübə olaraq getdik, gəldik. Baxdım ki, bu mənlik deyil, bacarmıram. Çünki neqativlik daha çoxdur. Və yeni özümə bir peşə axtarmaq, belə deyək, bazara çıxdım, özümə bir peşə axtarırdım. Bu, həmən dönəmlərdə inşaat sahəsinin ən, belə deyək, boom dönəmləri idi. Çünki Azərbaycan inkişaf eləyirdi, Bakı yenidən tikilirdi. Bakı yox, ölkə ümumiyyətlə yenidən tikilirdi. Onun üçün araşdırma nəticəsində bu sahəni seçdim. Amma bu sahədə heç bir təcrübəm yox idi. Təcrübəsizlikdən qısa danışacağım sizə. Çox böyük bir əlimdə olan imkanların hamısını itirdim, var dövlətimizi itirdik. Böyük bir minusa düşdüm və yenidən özümü bərpa elədim. Təbii, hərdən fikir verirəm, insanların çoxu düşünür ki, bu şirkəti kimsə qurur, ona kimsə verir, dədəsi, atası, nə bilim, dayısı, əmisi, insanların ağlında belə bir düşüncə qalır. Xeyr, qətiyyən elə deyil. Mənim fikrimcə əziyyət çəkən hər kəs istədiyi uğura nail ola bilər. Şəxsi yanaşmamdır. Bu cür müsahibələrdə insanların bəziləri məni tənqid eləyir, düşünürlər ki, mümkün deyil, çətindir. Əlbəttə ki, çətindir, mən bundan tamamilə razıyam. Siz inkişaf etdikcə fürsətlər azalır. Bunu nə demək istəyirəm? Qabaq bazar tamamilə boş idi. İndi bazar demək olar ki, çox sahələr tutulub. Hər kəs öz biznesini yiyələnib, öz biznesində inkişaf elətdirib. İndi yeni bizneslər, yeni fürsətlər yaranıbdır. Siz də mənim qədər yaxşı bilirsiniz. Deyək ki, bugün elə sizin çəkiliş etdiyiniz və bunun kimi IT xidmətləri və s. yeni bazarlar yaranıb. Bizim dönəmimizdə o bazarlar yox idi. Və bu bazarlara yiyələnmə imkanlarımız var. Yəni, gənclərə ilk olaraq tövsiyəm ondan olar ki, yeni bazarlar araşdırsınlar, fürsətləridən düzgün